Bugün Zoktay'ı yani manifest kızlarından birini çektik. Zoktay'ı niye seçtim? Mavi renk çok hoşluyorum. Ve uşaqlar, sketchbook'umda çəkəcəm, mərhələ size göstereceğim. Kompüterimdə də qabağımdadır. Hem şəklin özünə baxacağıq, hem de bir yerdə çəkəcəyik. Bax, hayala necə alınacaq. Mən özümə də maraqlıdır. Burada axırıncı dəfə bunu çəkmişdik. Bu da trendlərdən, bilmirəm bu kim idi. Belə. Bu üründə təzə bir vərəqdəysə yenisinə başlayacaq. Uşaqlar makyajsız falan. Bilmirəm kameradan nə çəkirsən. Başlayıb keçsin. Əsas bizim əl işimiz burada. Və uşaqlar, əgər bunun kimi videoların gəlməsini istəyirsənsə, bilirsən nə etmək lazımdır. Abunə olub, ilk növbədə əgər video bəyəndiysən, sənə faydalı olubsa, şərh yazıb, komment bildirməyi, yəni like etməyi unutma. Bizimlə başlayarıq. Deməli uşaqlar, mən bunu böyük sketchbook'umda işləyəcəm. Kompüter də qabağımda olacaq. İndi görsənir. Ekran niyə qara görsənir? Buradan option fırladacağım siz üçün. Və necə portret işləmək lazımdır, onların da tüyolarını verəcəm. Və manifestin mahnılarını kim bilirsə, ən sevdiyim onu da yazsın. Mən həqiqətən qız qruplarını əsasən də elə bir manifest Türkiyənin şeydir də, K-pop qrubu kimi bir şeydir. Yəni həqiqətən bayağı bir viral oldular və çəkmək istədim. Baxayalım. Nəsə deyəcəkdim mən. Kaçma kovalama, senin birbirine çok derdin affedem olayım. Bak başlayalım. Bismillahirrahmanirrahim. Fırlandık kameramda. Hələ uşaqlar, baxın, Zoktayın bu formasını çox bəyəndim. İstəyirəm qarışıq falan boya hissəsini eləyim ya da buranı da eləyim, bilmirəm. Ümumi kompozisiya budur. Bunu baxıb başqa bir şey çıxa bilər. Əsasən də burada baş forması, yəni çox da düz baxmır, yuxarıya doğru baxır. Ağzı açıq, gözləri də tam da rəngi görsənmir. Desən rəngli gözdür. Təzədən burada biraz qara düşür də, kamerada qara düşür. Amma mən belə rəngi görürəm, maviş görsənir gözləri. Yəni çox belə şirin bir fotosudur. Mən də bunu bir yerdə çəkməyimizi istəyirik. İndi başlayaq, necə eləyək? Zaten mən çəkəndə böyrdə şəklin özü olacaq. Ümumiyyətlə portret işləyəndə vərəqinizin ölçüsünə əsasən yerləşdirin. Məsələn, mənim vərəqim bu boydadır. Baxın, görürsünüz kompüterin qabağında. Məsələn, mən bu şəklimi buradan buraya kimi eləyib qurtarmaq istəyirəm də. Yəni çox da bütün hər yerini eləyib. Yəni uzağı biraz qaldıraram da yuxarı. Çox da yəni çölə çıxmamalıyıq. Məsələn, bilirsiniz də bu Zoktayın başı bu yanlarda olacaq. Təqribi məsələn mən köməkçi xəttlərdən elə belə forma atıram. Məsələn, buradan buraya kimi olacaq. Bədəni də biraz buradan görsənəcək. Qalisuk buradan gələcək. Məsələn, boyun hissəsi bu yanlarda olacaq. Ümumi məsələn deyirəm ki, hə, buradan buraya kimidir mənim sərhədim. Və sifətinin ümumi baxış forması. Yəni baxış forması deyəndə uşaqlar baxın. Buradan bir dənə xətt aparacağım. Buradan tən ortadan böləcək, ağzını da çənəni də böləcək. Yəni belə bir xətt. Baxın necə edirəm. Baxın bu belə bir xətt aparacağım. Elə belə. Apardınız. Bax heç burada 2 saat xəttləri pozun, nə bilim düz xətt alınsın falan. Sən zaten bu düz xəttləri bilirsən də bu yanlar. Mənim əlimdə bir kamera da var deyə. Yəni telefonla çəkirəm deyə. Biraz əyri-üyrü görsənə bilər, amma o demək deyil ki, sən alındıra bilməyəcəksən. Hə. Və Zoktayın alın hissəsi çox qəşəng simmetriya bölünüb də. Baxın. Məsələn, bu hissəyə bərabər baxın. Bu hissə də alt çənəyə, yəni buradakı dodağa qədər bərabərdir. Çənədə biraz ayrılıb buradan. Yəni mən orada gördüyümü burada təsvir edəcəm. Məsələn, saç hissəsi buradan başlayır. Baxın, saçın dibi buradandır. Alnı başlayır bura kimi. Bu hissə buraya bərabərdir. Bu bir dənə də çəkirəm. Bu hissə bura bərabərdir. Bir dənə də eləyirəm. Bir də çənə üçün yer ayırıram. Bu formada. Sonra işte çənədən baxın. Yuxarıya burada gəlir. Gözün, baxın burada mən qaşı ayırdım axı. Qaşı biraz buradan qaldıracağım ki, göz çuxuru üçün yer olan isə baxın burada da almacı sümüyü belə yanaqlarda belə baxın. Forması gələcək belə tak gətirdim. Burada çənəsidir və çənəsindən yuxarıya doğru aparıram. Baxın qulağı bu yanlarda olacaq. Qulaq həmişə bu hissədən bu hissəyə qədər olan məsafədə olur. Zaten qulağı görsəmir, sadəcə mən təqribi burada atıram ki, daha asan olsun. Baxın bu çənə hissəsini. Baxın sadəcə hər şeyi təqribi atdım, 2 dəqiqədə həll oldu. Getdim. Buradan qaldırdım. Alın hissəsini yuxarıdan aldırdım. Bu qədər sadə. Və saçının formasını da xəfifdən verirəm. Saç çox qəşəngdir. Həqiqətən rəngi də qəşəngdir. Forması da qəşəngdir. Hər şey qəşəngdir. Baxın tak tak tak. Əlimi necə sərbəst aparıram. Baxın heç qorxmadan. Mən bu sifariş olsa belə idi. Mən həmişə rahat çəkirəm. Sonradan o
xırda detallar ki var, oxşatma məsələsi var uşaqlar. Orada öyle diqqətli olursan. Öyle əvvəlində özünü tənt etmirsən. Buradan da iki hissəyə ayrılır. Buradan da saçı belə. Bax, əlini sərbəst aparan. Bax. Relax. Rahat olay. İstəyirəm ki, elə yaxa hissəsinə qədər düşsün, çiynib. Bir də qayrıstuk o hissəyə qədər düşsün. Və çox da detallı düşməyək. Çünki istəyirəm ki, video sizə axşama qədər çatdıram. Belə tak. Bax, bu quruma hissəsidir uşaqlar. Mən heç nə elə dəqiq eləməmişim. Sadəcə yerini qoyduq ki, yəni bizim məqsədimiz bunları işləməkdir. Baxın, belə bir forma verirəm. Çiyini də bu yanlardan. Baxın. Qaystuk da burada olacaq. Qaystuk mütləq eləyəcəm. Çox havalı geyiminə məsələn bu tak buradan salacağım aşağıya. Köynəyi, naşnik də buradadır. Naşnik detayı. Naşnik görəndə Azərbaycanlı YouTuberlərdən hansı yada düşür uşaqlar? Məndə bir ad var. Onu deməyəcəm, siz yazarsınız. Əgər videonu izləyirsinizsə, tak. Manifest. Tak. Musiqisini qoya bilməyəcəm. Təəssüf ki, bilirsiniz. YouTube telif haqqı verir və qoyun. Hə, baxın, bu formanı elədik. Bax, heç nəyi burada dəqiqləşdirmirəm. Vurmuram, başlayacağım burnunu işləməyi. Burnunu işlədikdən sonra gözləri, bax, çox çətin bir pozisiyada qalıb. Bir də ağzına keçəcək. Ən axırda da ağzını eləyəcək. Siz də indi qurun, mən gəlirəm. Bir də uşaqlar, portret işləyəndə siz dediyim kimi, baxın, bu taslaq kimi eləyəndə, baxın, belə qalıbdır, bir dənə elə qalıb ağzını açıb, maraqlıdır amma. Onu elədikdən sonra uşaqlar birbaşa belə də səhvə yol verirlər ki, mən portret işləyəndə axımız ümumi işləməyin nə mənası var? Onların yerləri dəqiq deyil, dəyişə bilər. Çox qatılıram. Amma sən birinci, necə deyim, sahən olmalıdır ki, sahənin içində sən bir ev tikəsən də, məsələn, bir bölgən olmalıdır da, bölgəmizi eləyirəm, baxın, bölgə budur və bunun içərisində bu prosesi yerinə tutup. Birinci haran işləyirik, burnun yerini qoyuruq. Burnun yerini təyin etdikdən sonra bilirsiniz ki, burnun bu hissəsi gözlə bərabər olur çox vaxtı. Baxın, bu hissəyə bərabər oldu. Gözün, ümumiyyətlə, burnun, sifətin hansı hissəsinə bərabərdir? Məsələn, bu, buna bərabər olur. Bu hissəyə bərabər olmalıdır, normaldır. Məndə o qədər də bərabərdir. Çənəm biraz daha uzundur. Amma qızımızda da elədir. Zoqtayda da elədir. Oqtay deyirdim. Hər nəsə, onda da elə olduğuna görə biz məsələn bilirik ki, artıq bizim burnumuzun yeri haradır? Bu alın hissəsindən bu hissəsində. Yəni mən bu xətti çəkdikdən sonra başlayıram burnun yerini təyin etmək. Burnun yerini təyin edəndə baxın uşaqlar, burnun bu qanat hissəsi var. Bu hissədən bax gözün pınarı başlayır da, baxın belə. Və avtomatik gözün zaten eyni nə qədərdir onu bilirəm burun əsasında və başlayıram bir qoymaya. Elə dama gedirik və axırda da alındırırıq. Oxşatma məsələsində uşaqlar bir şəklə baxın, bir öz işinizə baxın. Bir şəklə baxın, bir öz işinə baxın. Daim formada müqayisə edin. Uşaqlar nə edir? Öz-özünə ağız, burun çəkir. Hara çəkirsən, baxmalısan, sən bunu oxşatmalısan. Sonra deyirsən, ay mən niyə oxşada bilmirəm? Çünki baxmırsan. Müşahidə qabiliyyəti çox yüksək olmalıdır, pik olmalıdır da. Yəni mən özüm neçə dəfələrlə portret işləmişəm. Və mən həmişə çəkdiyim şəklin fotosunu çəkirəm. InShot hansı proqram fərq eləmir. Kollaj bilirsiniz uşaqlar. Şəkilləri yan-bayan qoyuram və başlayıram müqayisə eləməyə. Sanki başqasının işinə fikir bildirirmiş kimi yanaşıram. Və məncə çox da qəşəng alınır. Yəni səhvlərimi görürsən falan filan. Və məsələn fasilə verirəm. Mən indi çəkdim məsələn bu taslağı qurdum, biraz gözləyəcəm. Amma video olduğu üçün gözləməyəcəm. Başlayacağım burnu çəkməyə. Burnu çəkdiyini sizə göstərəcəm. Çox sürətli formada eləyəcəm. Mən həmişə kompakt eləyəndə çox sürətli eləyirəm. Burun yerini təyin edirəm falan, gözləri, ağzı falan. Sonra başlayıram, videonu dayandıracağam və səliqəyə salacağam. Həmişə sürətli işlədiyinizdə, həmişə asla işləyəndə fərqli olur. Nə demək istəyirəm? Sən o pozonla 100 dəfə, mən heç pozon vurmamışam. Pozon buradaydı, heç əl atdığım yox. Sən dəfələrcə pozon attığında rəng prosesində də o vərəqin deyəcəkləri olur. O yaranacaq və işim bərbad günə qalacaq, pis vəziyyətə qalacaq. Bu vərəq də bu vərəq deyil, qalın ola bilər uşaqlar. Bunun 6 yaşı var da, yəni nəmli olub da. Yəni istərsəməz mən rəngləmə prosesini sizə göstərəcəm. Ya da yekunu göstərəcəm. Bilmirəm, böyle ehtimal qurmasını sizə göstərəcəm. Rəngləmə prosesi gecə olur artıq. Özüm işləyəcəm və sizə videoda qısa da göstərəcəm. Mütləq narahat olmayın, müəllimə sizə göstərəcək. Və göstərdikdən sonra da videoda çəkərik. Onu da necə elədiyimi göstərək. Məncə qəşəng olacaq. Və sən də yoxlayasan, işləyəsən, mənə də atasana, icmalda gözləyəcəm. Yaxşı mı? Mən başlayacağım. Ağzın, burnun, çənəsinin yerini tutmaya.
Zaten yerisini tapmışıq ya. Burada burun burada başlayacaq. Zoqtayın burnu. Burun Zoqtay. Fight eləyirik də uşaqlar. Manifest. Vermə yapıyoruz manifest. İstidir uşaqlar. Su için, bol su için. Başlayaq. Bismillah. Burun. Baxın uşaqlar. Zoqtay başını yuxarıya qaldırdığına görə burnun deşiklərini tam görür ki, bu atit hissəsi normalda o qədər də görsənmir də, yəni. Bəlkə də görsənir, indi bilmirəm. Digər fotolarına baxmamışam. Biraz daha yuxarıya qalxır da, bizə elə bir yuxarıdan baxır da, elə bir. O formanı vermək üçün baxın, buradan bir xət atacağım. Burun qurma qaydası vardı, indi göstərirəm sizə. Baxın. Buradan belə bir xət aparacağım. Bir dənə də belə aparacağım. Çünki bu burnun qalınlıq olan hissəsidir. Və həmin uc hissəsi var ya. Burnun yuxarı olan dombul. Yəni Lori dildə desək, bu hissə. Qıraqda da bu hissə görsənir. Bir də bu digər qanat hissə. Altda da burun dişikləri olacaq. Belə. Yəni ən, bilməm, nətər gördünüz. İndi bu hissələri mən yavaş-yavaş biraz tünləşdirək. Ki, yəni siz daha aydın formada mənə başa düşəsiniz. Və bu hissədir. Buradan baxın, buradan düşür aşağıya. Buradan bu burun dişi görsənir. Buradan da baxın, yana olduğuna görə belə çox da detaya girmirəm. Çünki hələ mən qurma mərhələsində baxın, buradan da aşağıya salıram. Və bu daha buradan bu da buradan biraz görsən. Mən burada indi 2 saat bunu necə deyirlər? Birebir işləyib saxlamıram da. Yəni mən hələ ki hamısının yerini qoyduqdan sonra detallara keçirəm. Və biz nə dedik? Buradan isə göz başlamalıdır. Baxın, buradan xət qoydum. Buradan da artıq dibindən başlayacaq. Çünki bu hissə burada da axı buradan başlayacaq. Və gözün yeri də bax bu yanlarda olduğunu bilirik axı. Bax bu yanlarda da göz. Qalınlığı da ümumi burnun genişliyi qədər olacaq. Yəni buradakı məsafəni ölçüb bura qoyuruq. Buradakı məsafəni ölçüb bax bu yana qoyuruq. Bu daha da genişləyə bilər. Çünki bu qaş hissəsi vardı axı burada. Bu hissə genişləyib buradan da düşə bilər. Və belə də ola bilər. Bu alnı buradan bax düşəcək, qalxacaq yuxarı alnı. Bax bu formada. İndi bunu fırladıram daha aydın göstərmək üçün. İstəyirsinizsə burnu təmiz səliqəyə salıram və elə o formada baxın. Manifest. Deyəsən manifestin daha manasını bilmirəm, bu qalıb ağzımda. Bir dənə də var ya toz pəmbə. İstəsəniz bu videonu ondan əlaqələndirək də maraqlı olsun. Baxın uşaqlar, mən bu kanal üçün həmişə 2 olmalıdır da, çox qəşəng. Bu da uzadıcı, əsnə olan. Boş verəm. Manifest. Bakıyoruz qızlarım, manifest. Bax, burnu elədik uşaqlar. İndi mən səliqəyə salıb təzən sizə göstərəcəm. Ya Allah. İmtahanlar bitdikdən sonra şəkil çəkməyin verdiyi o xoşbəxtlik həqiqətən də. Yəni, ayda stres eləmirsən, ay bu qaldı, ay bu bəsdirin də. Yəni, yetər artıq deyirik də. Yəni, şəkil çəkmək yaxşı bir şeydir şu an. Biraz əlavə xəttlər sildim. Bax, nə qədər dəyişdi. Artıq mən formanı tutdum. İndi göz məsələsi. Baxın, indi gözlər çox da realına fokuslanmayacağım. Birbaşa öz çəkdiyimi sizə göstərəcəm. Sonra keçəcəyik ağza, ümumi formanı verəcəm və yekunlaşdıracağıq. Ümid edirəm siz də mənimlə bir yerdə işləyirsiniz. Əsas məsələ bir yerdə işləməyimizdir. Sanki oturmuşuq, hazırlıqdır, məşğələdir və bir yerdə vaxt keçiririk inşallah. İnşallah bir gün olacaq, inşallah. İndi bizə yaxın olan göz hansıdır? Böyüyü də elədir, bizə yaxın olan budur. Baxın, ümumi formanı veririk belə ovalı. Və gözü fikir versəniz yuxarıya doğru. Çünki üz quruluşunda yuxarıdan bizə baxıraq aşağıya doğru. Baxın, bir göz aşağıya doğru meyl edəcək. Məsələn, mən bunu götürüb belə düz aparmayacağım. Baxın, yuxarıdan aşağıya doğru belə bir xət aparacağım. Yəni, göz nə boydadır, hardan haraya kimidir, onu verəcəm. Və onu verdikdən sonra da gözün ümumi təyin yerini etdikdən sonra ağzını da, məsələn, buradan başlandığını, burnun hissəsini buradan da yekunlaşdırdığını götürəcəyik. Və fikir versək, burada ağzı burada yerləşdi, çənəsini biraz yığacaq. Görürsünüz uşaqlar. Ümumi yer sərhədi təyin etdikdən sonra yığmaq çox asan olur. İndi başlayaq gözünün bu hissəsi. Baxın. Gözünün bu hissəsindən qaldırırıq yuxarıya doğru. Baxın. Gözlər biz qıyıqdır. Çünki bizdən yuxarıya doğru baxır. Aşağı doğru gətirdik və göz qapağını da eləyirik. Və gözün billurunu falan işləyirik. Və ümumi, baxın, çox da detaya girmirəm. Sadəcə belə kəsik formada bizə baxır.
ümumi göz forması. Burada kiprik hissəsidir. Bunu həmçinin rəng prosesində sizə göstərəcəm. İnşallah əgər istəsəz ikinci bir videoda gələr manifest qızlarla digər. Əgər istəsəniz uşaqlar. Yəni də mən istəyərəm, niyə də olmasın. Çünki portret işləməyi sizə göstərməyi çox xoşlayıram. Və buradakı məsafə çoxdur. Baxın, oje sərhəddə yerini dəyişdirəcək. Bax, bitiyor. Buradan başlayıram. Gözün altına isə bax buradan tutuzdururam, qaldırıram yuxarı və bu hissədən burada bura nəzərən tuturam. Baxın, əlimi heç bir dənə pozdan götürmürəm də. Bax, buradan tak bir dənə gözü. Çünki boyana baxaraq əslində oradan bizə baxır. Baxın, bunu biraz buradan belə eləyəcək. Qoy bizə baxsın. Bizə pis baxır. Və buradan da bu hissəsinə baxın. Əlimi heç birinci saxlamıram. Amma buradan da qaş hissəsi də. Baxın, qaş da belə bu yana gedir. Bunu biraz nəsə qaldıracağım. Mən nəsə xoşuma gəlmədi alnı. Çünki elə bir balaca qaldı. Baxın, bunu da qaldıracaq. Görürsünüz uşaqlar. O ölçüləri istədiyiniz vaxt dəyişə bilərsiniz. Ona görə mən onu dəfələrcə pozanlayıb vərəqimi korlamadım. Və elə belə bunu göstərdim. İndi bunların hamısını dəqiqləşmiş formada birbaşa görəcəksiniz. Sadəcə yerini qoymaq belə kifayətdir. Baxın, bu alnı gör. Şu ağzının yerini təyin edək. Buradakı məsafəyə fikir verin. Baxın, burada burunun alt hissəsində olan bu uşuq var ya. Şöyle dodağın başladı isə baxın. Dodağı da belə gedir. Əyri fason. Çünki belə baxır da. Yuxarıdan aşağı doğru baxır. Ağzının ümumi genişliyi. Ümumiyyətlə ağzı açıqdır. Ümumiyyətlə ağzı açıq bir şey çəkmək çətindir uşaqlar. Həqiqətən. Və bunu elədim. Dodaq işləyəndə ümumiyyətlə bu halqalardan istifadə etsəniz yaxşı olur. Amma zoqdayda o qədər də bəlli deyil də. Alt hissəsi daha çox bilinir. Baxın, alta saldım. Və sınıq xəttlərdən istifadə edirəm. Hansı hissə hardan başlayır onu qoyuram. Və bu niyə düşür aşağı? Aha. Bunu elədim. Ağzın, bu diş, bu hissə dişə aiddir. Ağzın alt hissəsinə keçdim birbaşa. Baxın, bu hissə elips atıram. Və bunu bundan birləşdirirəm. Çünki buradan bunu fırlatdım. Ağzı açıldı. Və buradan da bunu birləşdirəcəm. Birbaşa. Buradan da keçid. Yəni yavaş-yavaş. Gördünüz, 2 dəqiqədə ağzı qurduq. Amma bunu sərgiyə salmaq lazımdır. Yəni bu vəziyyətdə saxlamaq əlbəttə ki. Onu da mən birazdan sizə göstərəcəm. Biraz çənə hissəsini də göstərmək istəyirəm. Baxın, çənə hissəsi okeydir əslində. Mən baxıram fotodan. Sizə də qoyacağım fotonun yanında. Buradan da birbaşa əslində bu qədər bu yuxarıya qalxmır. Buradan belə eləyəcək. Buradan da yuxarıya qaldıracaq. Və buradan da çənə altından da varaq buradan salacağıq. Buradan da sırası da o da ehtiyat o qədər yoxdur. Ümumi baxıram işə. Baxın, alın hissəsini buradan böyüldəcəm. Buradan da qaşlar gələcək. Okay. Saçın biraz da forma həcm verəcəm. Bunu biraz səliqəyə salıb gəlirəm. Şəkil çəkərkən mənə qulaq asırsınız. Mən qulaq asıram, amma sizdən videoda olduğuna görə qulaq asarım biləm. Onun üçün birazdan qulaq asaq. Baxın, ümumiyyətlə baxaq inşallah. Baxın, bu formada başı belə qalır. İndi bunları sərgiyə salacağım və sizə necə elədiyimi də göstərəcəm. Çən hissəsi o qədər də xoşuma gəlmədi. O hissəni biraz yığacağım, alnını biraz çıxaldacağım və yüküm qutaracaq qəşəng. Baxayalım. Manifest. Manifest. Çək. Su. Su içəndə mən çay xoşum gəlmir. Çay içmək istidə çay qətiyyən içmirəm uşaqlar. Mən çayını ilə içərsən, bir şirniyyat olsun qəşəng, paxlava ilə, şəkərbura ilə. Çox qəşəng yedərdəyim, canım çəkdim. İndi baxıram işimə, baxıram gözümə. Qızın gözü daha yuxarıda olmalıdır uşaqlar. Kameranı qoyduqdan sonra adam öz səhvini görür də. Biraz qaldıracağım yuxarı, sizə də göstərəcəm nə qədər qaldırdığımı. Və mən düzəldirəm. Siz də düzəlmiş hissəsini birbaşa görəcəksiniz. Nə yaxşı. Amma işləyin ha. Baxıram sizə orada. Şübhəli. Yalnız qalmadım işte. Səndən daha iyi. Baxay inşallah. Baxın, belə elədim. Baxın, indi deyəcəksiniz ki, mənim niyə ton çox belə qaraqdız falan. Uşaqlar. Mən bunu akvarel texnikası ilə karşın rəngdə rəngləyəcəm. Ümumi hər yerini.
Sonra isə bu tünd olan hissələri ki var, biz fotoda qara görsənlikdə tünd mavi, onları eləyəcəm. Asan, o belə eləyəndə daha asanlaşdırır. İndi bu qədər qurdu uşaqlar. Baxın, belə qurdu, belə baxırda yəni maraqlı görsənir. Məncə pis görsənmir. İndi baxın. Ondan başqa onun şeyi var ya, qrupda bir nəfər var, ona oxşatdığını sizcə, baxın. Bir qəribə görsən, amma realda belə deyirsən. Belə baxır. Gedək mən bunu rəngləyim, sonradan keçid videosu düzəldərək. Yəni, bunu rəngləyəndə bayağı bir dəyişəcək uşaqlar, özünüzə görərsiniz. Mən zaten rəngləmə prosesini qısa-qısa formada, sürətli formada göstərəcəm. Rəngləyəndə də qətiyyən qorxmayın. Bəzi uşaqlar var ki, deyir ki, mənimlə rəngləyəndə mən alarm vururam bir-birini. Çalışacağım ki, sırf rəngləmə ilə də bağlı, portretin rəngləməsi, toplaması ilə də bağlı video çəkim. Əgər istəyirsənsə, gedək indi ən sevdiyim hissəyi rəngləməyə. Qurmayı da sevdiyim prosesdə. Ümumiyyətlə, rəsm çəkməyi sevirəm. Su getdik. Kalmadım. Mahnının sözləri yaddan çıxır. Bax, belə zor görsən. Qəşəng, zor görsən. Məncə qəşəng bir şey çıxacaq, hiss edirik qəşəng bir şey. Bəli uşaqlar, demək olar ki, çox dəyişdirdim. Gözü xoşuma gəlməmişdi. Ümumiyyətlə, hələ ki yarımçıq qaldı. Qalsıq olsun, qulaqcıq olsun, ümumiyyətlə saçları olsun. Yəni videonu istirdim ki, bugün sizə çatdırım, amma ev yoxdur. Short formasında, tam bitmiş formasında görəcəksiniz. Bu da bizim Zoktay. Oktaydan Zoktaya döndü. Buranı da pis günə qoymuşam. Gecəyə düşdüm. İndi hansı manifest qızı çəkməyimi istəyirsiniz Zoktaydan başqa?